Salam əziz şagirdlər, biz bugün elektrik sahəsinin intensivliyi mövzusuna aid testlərin izahına baxacağıq. Gəlin birinci testdən başlayalım. Deyir, ədədi qiymətçi elektrik sahəsinin verilmiş nöqtəsində vahid müsbət yükə təsir edən qüvvəyə bərabər olan fiziki kəmiyyət necə adlanır? Yəni bizdən istəyir ki, F bölünsün, Q hansı fiziki kəmiyyətdir? Bu da elektrik sahəsinin intensivliyidir. Bir də cavab oldu D variantı. 2. Deyir, hansı nöqtədə elektrik sahəsinin intensivliyi ən böyükdür? Deməli, 2 dənə paralel lövhə verilibdir. Birinci müsbət yüklə yüklənib, ikinci isə mənfi elektrik yükü ilə yüklənib. Və biz demişik ki, paralel lövhələr arasında müxtəlif işarəli yüklərlə yüklənmiş paralel lövhələr arasındakı sahəmiz bircins elektrik sahəsidir. Bəs bircins elektrik sahəsi nədir? İntensivlik, qiymət və istiqamətcə eyni olan sahəyə bircins elektrik sahəsi deyilir. Və bircins elektrik sahəsinin bütün nöqtələrində intensivliyimiz ədədi qiymətcə bərabər olur. Ona görə də cavabımız C variantı olacaq. Bütün nöqtələrdə 4 nöqtənin 4-ündə də intensivliyimiz ədədi qiymətcə bərabər olacaq. Cavab C variantı. Keçək 3 nömrəli testə. Deməli, 1 bölünsün 4pi epsilon 0 modulda Q0 bölünsün R'in kvadratı deyir, hansı fiziki kəmiyyətin düsturudur. Bu düsturda sahənin verilmiş nöqtəsindəki elektrik sahəsinin intensivliyinin düsturudur. Cavabımız olacaq B variantı. Keçək 4 nömrəli testə. İntensivliyi Y olan elektrik sahəsi tərəfindən Q yükünə təsir edən qüvvə hansı ifadə ilə təyin olunur? Deməli, intensivliyin düsturu Y bərabərdir. F bölünsün Q oldu. Bizə buradan qüvvəni istəyir. Qüvvə F nəyə bərabər olacaq? F bərabərdir Q vuraq Y-yə. Yəni, cavabımız olacaq Y variantı 4-də. 5 nömrəli test. Deyir, elektrik sahəsinin intensivliyi hansı ifadə ilə təyin olunur? Yazmışıq elektrik sahəsinin intensivliyinin düsturu Y bərabərdir F bölünsün Q-yə. Hansı variantdır? A variantı. 5-də A variantı. Keçək 6 nömrəli testə. Deyir, elektrik sahəsinin intensivliyinin vahidi hansıdır? İntensivliyin vahidin gəlin düstur əsasını çıxardaq. Qüvvənin vahidi nədir? Newton. Və yükün vahidi nədir? Kulum. Deməli, intensivliyin vahidi nə oldu? Newton bölünsün kulum. Cavab C variantı. Keçək 7 nömrəli testə. Deyir, hansı şəkildə təsvir olunmuş qüvvə xətləri bircins elektrik sahəsinə uyğundur? Biz dedik ki, bircins elektrik sahəsi dedikdə qüvvə xətləri bir-birlərinə paralel istiqamətdə yönəlməlidir. Və sıxlıqları, bu paralel xətlər arasındakı məsafələr də sıxlıqlar da eyni olmalıdır. Cavabımız olacaq C variantı. 8 nömrəli test elə 7 nömrəli testə bənzəyir. Ona görə 8 nömrəli testi özünüz işləyərsiniz. Keçək 9-a. Deyir, nöqtəvi yükün elektrik sahəsinin intensivliyi modulunun yükdən olan məsafədən asılı qrafiki hansıdır? Sahənin verilmiş nöqtəsindəki elektrik sahəsinin intensivliyinin düsturu necə oldu? Y bərabər K, modulda Q0 bölünsün R'in kvadratı. Və bizdən Y ilə R arasında asıllıq qrafikini istəyir. Onda grafikimiz necə olacaq? Y'miz R'dən nədir? Tərs kvadratik asıldır. Cavabımız olacaq A variantı. Keçən 10 nömrəli testdə. Deyir, elektrik sahəsində verilmiş yüklü zərrəciyə təsir edən qüvvənin modulunun sahə intensivliyi moduluna asılı qrafiki hansıdır? Bizdə isə indi F istəyir. F bərabərdir. Deməli, Q vuraq Y. Deməli, F ilə Y necə asılı olacaq? Düz mütənasib. F Y-dən necə asılı olacaq? Düz mütənasib asılı olacaq. Cavabımız A variantı. Gəlin indi uşaqlar 11 nömrəli testə baxalım. 11 nömrəli testdə deyir ki, kvadratın təpələrində modulca eyni olan 4 yük yerləşir. Diaqonalların kəsişmə nöqtəsində yekun elektrik sahəsinin intensivliyi hansı istiqamətdə yönəlir? Deməli, kvadratımız var. Kvadratın təpə nöqtələrində yüklərimiz var. Müsbətdir, müsbətdir, müsbətdir. Bu da mənfidir. Nöqtələr 1, 2, 3, 4 ilə işarə edeyim ki, biz yekun intensivliyi tapanda intensivliklərin istiqamətini göstərəndə çaşmayasınız. Deyir, diaqonalların kvadratdır. Diaqonalların kəsişməsində yekun intensivliyin istiqamətini göstərin. Gəlin birinci yadımıza salaq. Müsbət yükdə intensivlik xətlərimiz çıxır. Müsbət yükdə. Mənfi yükdə isə intensivlik xətləri ona daxil olmalıdır.
Bu qaydadan istifadə edərək biz yekun intensivliyin istiqamətini tapacağıq. Bir də sahənin verilmiş nöqtəsindəki intensivliyin düsturunu yazaq. Y bərabərdir K modulu 200 bölünsün yerin kvadratı. Əvvəlcədən verilibdir ki, uşaqlar olsa K sabitdir və əvvəlcədən də bildirilir ki, şərtdə bu 4 dənə yükün miqdarı ədədi qiyməti eynidir. Yüklərdə getdi və yüklərdən bu mərkəzə qədər olan məsafə, yəni verilən nöqtəyə qədər olan məsafələr də eynidir. Onda buradan belə bir nəticəyə gəlir ki, Y1 bərabərdir Y2-yə, o da bərabərdir Y3, o da bərabərdir Y4-ə. Yəni bütün intensivliklər ədədi qiymətcə eynidir. Yəni indi istiqamətlərimizə baxaq uşaqlar. Birinci intensivliyin istiqamətini müəyyən etmək üçün nöqtədə tuturam. Necə işarəli müsbət? Müsbətdən nə etməlidir? Çıxmalıdır. Çıxdı. Bu oldu mənim nəyim? Y1'im. Keçək indi 2-yə. Yenə əlimi nöqtədə tuturam. Müsbətdir, müsbətdən çıxmalıdır. Bu da oldu bizim Y2'miz. Keçək indi Y3'ə. Necə işarəli müsbət? Müsbətdən çıxmalıdır. Necə yönəldi bu istiqamətdə? Bu oldu mənim Y3'üm. Qaldı dördüncü. Dördüncü yükümüz isə mənfi işarəlidir. Mənfiyə isə nə etməli? Daxil olmalıdır. Özünə daxil olmalıdır. Bu da özünə daxil oldu. Bu da oldu Y4. İndi gəlin baxaq uşaqlar. Y3 ilə Y1 bir-birinin əksi istiqamətdə yönəlib. Əksi istiqamətdə yönəlibsə yekunu tapmaq üçün Y2 bərabərdir. Y1 çıxaq Y2. Düsturundan istifadə edəcəm. Y1 ilə Y3. Y1 çıxaq Y3. Y1 ilə də Y3 deməli ədədi qiymətcə bir-birinə bərabər olduğuna görə Y2 ilə verəcək bizə 0. Yəni bunlar artıq getdi. Qaldı Y2 ilə Y4. Y2 ilə də Y4 eyni istiqamətdə yönəldiyinə görə yekunu tapmaq üçün toplayacağım onları. Y2 üstə gələk Y4 və istiqamətimiz də elə onların yönəldiyi istiqamətdə yönələcək. Yəni bu istiqamətdə Y yekun. Deməli Y yekun istiqamətinə yönələn vektorumuz hansıdır? 5. Cavab oldu 5. 5 də hansıdır? D variantı. Bu oldu 11 nömrəli testin izahı. Keçən indi uşaqlar 12 nömrəli testdə. 12 nömrəli testdə deyir, elektrik sayəsinin qüvvə xətlərinin mənzərəsinə görə A və B kürəciklərinin yüklərinin işarəsini müəyyən edin. Deməli, gəlin baxalım. Deməli, A'mız, bu da B'miz. A'dan çıxır, B'yə daxil olur. Demişdik ki, müsbət, A müsbətdən çıxmalıdır. Mənfiyə də nə etməlidir? Daxil olmalıdır. Görürsünüzmü? A'dan çıxır. Deməli, necə işarəlidir? Müsbət, daxil olur. Necə işarəlidir? Mənfi. A müsbət, B isə mənfi. A müsbət, B mənfi, D variantı. Keçən 13 nömrəli testdə. 13 nömrəli testi də özünüz 12 nömrəli testə baxaraq işləyərsiniz. Yəni uşaqlar indi 14 nömrəli testə baxalım. Deyir, hansı nöqtədə yüklərin yaratdığı elektrostatik sahənin yekun intensivliyinin qiyməti 0-dır. Deməli, burada müsbət 2 küyümüz var. Burada da müsbət 2 küyümüz var. Deyir, hansı nöqtədə yekun intensivliyimiz 0 olar? Yekunun 0 olması üçün, gəlin indi şərtimizə baxaq. Onsuz işarələr eynidir. Yəni istiqamətimiz onsuz əks istiqamət olacaq. Bir də ədədi qiymətlərə baxaq ki, yekunun 0 olması üçün ədədi qiymətlər də bərabər olmalıdır. Yəni 1 nöqtəsindəki və 2 nöqtəsindəki Y1, Y2-yə bərabər olmalıdır ki, ədədi qiymətcə. Yekunumuz 0 olsun. Gəl indi biz sahənin verilmiş nöqtəsindəki elektrik sahəsinin intensivliyinin düsturunu yazaq. Y bərabər K, Q0 bölünsün R'in kvadratı. Onsuz sahəni yaradan yüklərimiz hər ikisində ədədi qiymətcə eynidir. K sabit kəmiyyətdir və Y'miz R'lə necə asıldı? Artıq tərs mütənasib asıldı. Ümumiyyətlə, deməli, Y'lərin bərabər olması üçün artıq K eynidir, Q0 eynidir. R'lərimiz də eyni olmalıdır ki, intensivliklərimiz bir-birinə bərabər olsun. Yəni, verilmiş nöqtədən yükę qədər, hər iki yükę qədər olan məsafə eyni olmalıdır. Məsələn, götürürəm düz ortadakı, mərkəzdəkini. Fikir verirsiniz, buradan bura qədər olan məsafədə eyni olmalıdır. Buradan bura qədər olan məsafədə eyni olmalıdır. Ona görə də düz ortada, mərkəzdə yerləşən hansı nöqtədir? N nöqtəsi. Cavabımız oldu B. C variantı. 15 də eyni ilə bu tipdədir. Bu metoddan işləyəcəksiniz, nəticənizi alacaqsınız. Keçən 16-ya.
Bir nöqtəvi yükün özündən r məsafədə yaratdığı elektrik sahəsinin intensivliyi modulu y olarsa, 3r məsafədə nəyə bərabər olar? Gəlin indi bir dənə bunu şəkil formasında təsvir edək. Bir dənə nöqtəvi yükümüz var. Məsələn, 200 yükümüz var. Ondan bir r məsafədə, bir nöqtəsi götürək. Burada y1 y'yə bərabərdir. Yəni r məsafədə. Deyir ki, bu yükdən 3r məsafədə, bura olsun 3r. Bizim y, burada 2 nöqtəsi olsun. Y2'miz nəyə bərabərdir? Deməli, gəlin sahənin verilmiş nöqtəsindəki elektrik sahəsinin intensivliyinin düsturunu yazaq. Bu 16 nömrəli test oldu. Y bərabərdir K, modulda 200 bölünsün r'in kvadratı. K usta sabit kəmiyyətdir. 200'ımız da sahəni yaradan yükümüz də eyni oldu. Ona görə də artıq y ilə r arasında əlaqə quracağıq. Fikir verirsinizsə, y intensivliyimiz məsafənin tərs kvadratikasıdır. Y1 bölünsün y2 bərabər nəyə? R2'nin kvadratı bölünsün R1'in kvadratı. Buradan da bize lazımdır Y2. Yani çarpaz bırak açar Y2'ni tapar. Y2 beraberdir. Y2'nin karşısında çarpaz olarak düşür aşağıya R2'nin kvadratı. Y1 vurak R1'in kvadratı. Verilenleri gelin yerine yazalım. Deməli, Y1'imiz Y'ye beraberdir. Sonra R1'imiz R'e beraberdir. Bu R1'imizdir. Bu da R2'mizdir. R1'imiz R'e beraberdir. R'in kvadratı bölünsün. R2'miz de 3R'dir. 3R'in nöqtəsi kvadratı da eləyəcək necə? 9R'in kvadratı. R'in kvadratları ixtisar getdi, qaldı nə? Y bölünsün 9. Bu oldu. Düstura əsasən mütənasiblik qurma metodu ilə məsələni həlli. İkinci üsulu indi öyrədəcəm. Bu birinci üsulumuz. İndi keçək ikinci üsulu öyrədim, başa salım. İkinci üsul lap asan üsuldur. Daha tez bir zamanda məsələnin cavabını tapa biləcəksiniz bu metodla. Gəlin indi əlaqə quraq. Y'miz R-lə necə oldu? Y'miz R-lə tərs kvadratik mütənasibdir. 1 bölsün R-in kvadratı. Deməli, əvvəl məsafəmiz R olanda intensivliyimiz nəyə bərabər idi? Y-yə. İndi deyir, aradakı məsafəmiz 3R oldu. 3R olanda Y2'miz nəyə bərabər? Sual işarəsi. Baxırıq uşaqlar, əvvəl R idi, indi 3R oldu. Məsafəmiz neçə dəfə artdı? 3 dəfə. Məsafə 3 dəfə artdısa, arada artıq intensivliyimiz 9 dəfə nədir? Azalacaq. Yəni, bunun kvadratı dəfə azalacaq. Yəni, əvvəl Y idisə, indi nə olacaq? Y bölünsün 9 olacaq. Yəni, 9 dəfə azalacaq. Cavabımız oldu bir variantı. 17 nömrəli testdə buna bənzərdir, buna oxşardır. Onu düz işləyəcəksiniz. Keçək 18-ə. Deyir, müsbət nöqtəvi yükün elektrik sahəsinin qüvvə xətləri hansı şəkildə düzgün təsvir olmuşdur? Deməli, müsbət yükün qüvvə xətləri müsbətdir. Dedik ki, nədir? Yükdən çıxaraq radial istiqamətində sonsuzluğa doğru gedir. Baxın, bu istiqamətlərdir. Cavabımız olacaq B variantı. Keçək 19-a. Mənfi nöqtəvi yükün elektrik sahəsinin qüvvə xətləri hansı şəkildə düzgün təsvir olunmuşdur? Mənfi yükdə isə dedik sonsuzluqdan gələrək radial istiqamətində yükə doğru yönəlir. Bu da mənfi yüklərindir. Cavabımız oldu D variantı. Keçək 20 nömrəli testdə. 20 nömrəli test. İntensivliyi 2 kilovolt bölünsün metr olan bir cins elektrik sahəsində 8 mikrokulon nöqtəvi yükə təsir edən qüvvəni hesablayın. Deməli, intensivliyimiz Y bərabərdir. 2 kilovolt bölünsün metrdir. Kilovolt bölünsün metrdir. Deyir ki, yükümüz, nöqtəvi yükümüzdə Q də bərabərdir 8 mikrokulona. Deyir, təsir edən qüvvəni hesablayın. F bərabər sual işarəsi. Yəni, çevirmələrimizə parağın uşaqlar kilovolt bölünsün metri, volt bölünsün metrə çevirəcəm. Bunda vuracam 2 vuraq 10^3 volt bölünsün metr. Mikromuzda, mikrokulonda çevirik kulona, eləyir 8 vuraq 10^-6 kulon. Düsturumuzu yazalım. F'in düsturu necə oldu? F bərabər Q vuraq Y-yə. Və ədədi qiymətləri də yerinə qoyaq. Q'miz 8 vuraq 10^-6 vuraq. Y-miz də 2 vuraq 10^3
O da bərabər 8 vuraq 2, 16 vuraq 10 üstü -6, 10 üstü 3 eləyir -3 Newton. Cavabımız da milli Newtondan istəyir. Milli Newtondan istəyirsən 16 vuraq 10 üstü -3 olduğu kimi yazıraq. Milli Newtona çevirmək üçün müsbət 3-ə vurmalıyam. Müsbət 10 üstü 3-ə vurmalıyam. Onda olacaq milli Newton. Bunlar bir-birini aparacaq. Qalacaq neçə? 16 milli Newton. Cavabımız oldu D variantı. Uşaqlar 21 də eyni ilə bu məsələyə oxşardır, bənzərdir. Ona görə də 21-də özünüz işləyəcəksiniz. Keçək 22-yə. Deyir, nöqtəvi yükün verilmiş nöqtədəki elektrik sahəsinin intensivliyinin bu yükün miqdarının asılı qrafiki hansıdır? Uşaqlar, burada artıq biz qayda kitabında belə öyrənmişik. Y bərabər K, modulda Q0 bölünsün R-in kvadratı. Deməli, biz sahəni yaradan yükün miqdarını Q0 ilə işarə etmişdik. Amma testlərdə diqqətli olmaq lazımdır. Artıq sahəni yaradan yükün miqdarını testlərdə Q ilə də işarə edə bilərlər. Ona görə də bizdə artıq burada intensivliyin sahəni yaradan yükün miqdarından asılı qrafikini istəyir. Sınaq yükün miqdarından yox. Biz əsasən kitabda sınaq yükün miqdarını Q ilə işarə etmişik. Amma artıq testlərə diqqətlə fikir vermək lazımdır ki, orada sizdə testdə nöqtəvi yükün özünün intensivlikdən asılılıq qrafikini istəyir, yoxsa sahədəki sınaq yükünün miqdarından asılılığını istəyir. Yükün özündən sahəni yaradan yükün miqdarına asılılığı düz mütənasibdir. Amma sahədəki sınaq yükün miqdarından asılı deyil. Cavabımız olacaq, hal-hazırda bizim testdə Y-nin Q-dan asılılığı, yəni sahəni yaradan yükün miqdarından asılılığını istəyir. Cavabımız B variantı. Keçək 23 nömrəli testlərə. Deyir, bir cins elektrik sahəsində hərəkət edən elektrona sahə tərəfindən təsir edən qüvvənin istiqamətini müəyyən edin. Gəlin, qaydanı birinci yadımıza salaq uşaqlar. Demişdik ki, müsbət yüklü, deməli, indidən deyirəm ki, uşaqlar yadınızda saxlayın ki, yüklü zərrəciklərə göstərilən təsir qüvvəsinin istiqaməti, bir də deyirəm, yüklü zərrəciklərə göstərilən təsir qüvvəsinin istiqaməti hərəkət istiqamətindən asılı deyil. Bu qayda standart bir qaydadır, bunu əzbərləmək lazımdır. Müsbət yüklü zərrəciyə qüvvə intensivlik xətləri istiqamətində qüvvə təsiri, elektrik qüvvəsi. Mənfi yüklü zərrəciyə isə intensivlik xətlərinin əksi istiqamətdə qüvvə təsir edir. Müsbət yüklü zərrəciyə intensivlik, mənfi yüklü zərrəciklərə intensivliyin əksi istiqamətdə qüvvə təsir edir. İndi yadınızı saxlayın ki, yüklü zərrəciyə təsir edən qüvvənin istiqamətini müəyyən etmək istəyirsinizsə, birinci yüklü zərrəciyin müsbət və ya mənfi olduğunu müəyyən etmək lazımdır. Bizdə də yüklü zərrəciyimiz elektrondur. Elektronsa bilirik ki, elektron necə işarəlidir? Mənfi işarəlidir və elektron sahəyə intensivlik xətləri istiqamətinə daxil olur. Bu sürətin istiqamətidir. Yenə deyirəm, bu yüklü zərrəciyə təsir edən qüvvənin istiqaməti sürətin istiqamətindən asılı deyil. Yalnız intensivlik xətlərinin istiqamətinə görə müəyyən edəcəyik. Mənfi yüklü zərrəciyə intensivliyin əksi istiqamətdə qüvvə təsir edir. Yəni, deməli, hansı istiqamətdə olacaq? Sola. 23-də B variantı. Kəsirik. 24 bu tiplədir. Eyni bu metoddan istifadə edib məsələnizi həll edəcəksiniz. Keçək 25-ə. Deyir ki, bir cins elektrik sahəsində hərəkət edən protona sahə tərəfindən təsir edən qüvvənin istiqamətini müəyyən edin. İndi artıq yüklü zərrəciyimiz protondur, uşaqlar. Sahəyə daxil olan yüklü zərrəciyimiz protondur. Proton da biz bilirik ki, necə işarəlidir? Müsbət işarəlidir və baxırıq ki, qaydamıza müsbət işarəli yükə intensivlik istiqamətinə qüvvə təsir edir. Ona görə də onun qüvvəsinin istiqaməti intensivlik istiqamətində yönələcək və cavabımız Y variantı. 26-nı da bu qayda vasitəsilə siz həll edəcəksiniz. Keçək 27-yə. Bir elektrik sahəsinin intensivliyi 120 volt bölünsün metr olan nöqtəsində yerləşən Q sınaq yükünü 2 Q sınaq yükü ilə əvəz etdikdə həmin sahənin həmin nöqtədəki intensivliyi nə qədər olar? Yəni bir dənə sahəni yaradan yükümüzü götürək. Q0 hər hansı bir yükümüz var. Məsələn, müsbət yüklü.
Bu sahədə bir dənə nöqtə götürürəm. Bu nöqtədə mən bir dənə küçük sınaq yükü yerləşdirmişəm. Deyir ki, bu sahədə, bax, bu verilən nöqtədə elektrik sahəsinin intensivliyi 120 volt bölünsün metrdir. 120 volt bölünsün metrdir. İndi deyir ki, bu sahəyə gətirdiyimiz sınaq yükü miqdarını 2 dəfə artırdıq. Əvvəl Q idi, 2 dəfə artırdıq. Bir sahənin həmin verilmiş nöqtəsindəki intensivliyimiz necə dəyişər? Yadınızdadsa dedik, sahənin verilmiş nöqtəsindəki intensivliyi müəyyən etmək üçün K Q0 bölünsün R'in kvadratı üstündən istifadə edirik. Və dedik ki, Y'miz yalnız sahəni yaradan yükün miqdarından asılıdır. Sahəni yaradan yükün miqdarından asılı, bir də aradakı məsafədən. Nə yükün miqdarı dəyişməyib, sahəni yaradan yükün miqdarı, nə də R dəyişməyib. K da onsuz da sabit kəmiyyət. Bu kəmiyyətlər dəyişməyibsə, intensivliyimiz dəyişə bilər sahənin verilmiş nöqtəsindəki. Xeyr. Və yadınızda saxlayın ki, sahənin verilmiş nöqtəsindəki intensivliyimiz Q sınaq yükünün, bax, sınaq yükünün miqdarının asılı deyil. Yəni bu sınaq yükünü istəyirsiniz əvvəl Q, indi 2Q, istəyir 10Q, nə qədər sınaq yükün miqdarını dəyişirsiniz, dəyişin. Sahənin verilmiş nöqtəsindəki intensivliyimiz bu sınaq yükün miqdarından asılı deyil. Yəni cavabımız yenə də olacaq nə? 120 volt bölünsün metr olacaq. Testimizin cavabı C variantı. 28 də eynilə bu qayda ilə işlənəcək. 28, 29'a keçək. Deyir, nöqtəvi mənfi Q yükünün yaratdığı elektrik sahəsinin A və B nöqtələrindəki intensivliyin modulları arasında hansı münasibət doğrudur? Gəlin baxaq uşaqlar. Deməli, bir dənə mənfi Q'müz var. Ondan 2R məsafədə bir dənə 2R məsafədə bu R A'dır. A nöqtəsində intensivlik. Bir dənə də B nöqtəsində götürək. Buranı da B götürək. Burada da RB'miz bərabərdir R'ə. Deyir, intensivlik A və B nöqtələri arasındakı intensivlikləri müqayisə edək. Gəlin baxaq uşaqlar. Sahənin verilmiş nöqtəsindəki elektrik sahəsinin intensivliyi tutulur. Y bərabər K, modulda Q0 bölünsün R'in kvadratı. K onsuz da sabit kəmiyyətdir. Yükümüz də eyni yükdür. Sahənin yaradan yükün miqdarı da eynidir. Bir dənə qaldı nə? Məsafələrimiz. Y'miz məsafə ilə necə asılır? Tərs kvadratik. Asılı quracam. YA bölünsün YB bərabərdir. RB'nin kvadratı bölünsün RA'nın kvadratı. Gətirək yerinə qoyaq məsafələri. YA bölünsün YB bərabərdir. RB'miz nə qədərdir? R. Onun da kvadratı, R'in kvadratı. Deməli, RA'mız nə qədərdir? 2R, onun da kvadratı 4, R'in kvadratı. R'in kvadratları ixtisar gedəcək. Qalacaq YA bölünsün YB bərabər nəyə? 4'də 1'ə. Çarpaz vurağını açalım. Bunda alacaq çarpaz vuraq açanda YB bərabərdir 4 YA'ya. Cavabımız oldu YB bərabər 4 YA'ya. C variantı. Keçən 30 nömrəli testə. Deyir ki, hansı halda kvadratın mərkəzində elektrostatik sahənin intensivliyi 0'a bərabərdir? Deməli, yekun intensivliyimizin 0 olması üçün Y bərabərdir K Q0 bölünsün R'in kvadratı. Deməli, yüklərin miqdarı da eyni olmalıdır, Q'lər. Bir də aradakı məsafələr də eyni olmalıdır. Ki, yekun intensivliyimiz nə versin bizə? 0. Gəlin baxaq. Məsələn, deməli, A'nın şəklini çəkim. Bura müsbət Q'dur, burada müsbət Q'dur. Mərkəzdə baxan görə yekun intensivliyimiz 0 verə bilərmi? Müsbət Q. Dedik ki, müsbətdən intensivlik xətləri çıxır. Gəlin baxaq, müsbətdən tutmuşam əlimi. Müsbətdən bu 1 olsun, bu 2 olsun. Bunun intensivlik xətti boyuna yönələcək, Y1. Deməli, bunun da intensivlik xətti bu tərəfə, bu istiqamətə yönələcək, Y2. Və dedik ki, yüklərimizin miqdarı fikir versiniz eynidir və verilmiş nöqtədən yüklərə qədər olan məsafələrimiz də eynidir. Deməli, intensivliklər də ədədi qiymətcə eynidir və istiqamətcə əksdir. Y2-nü tapanda nə edirik? Y1-dən Y2-ni əks istiqamətə yönəlib çıxırıq. Bu da hər ikisi ədədi qiymətcə eyni olduğuna görə Y2 0 verir. Yəni, cavabımız olacaq A variantı ilə.
Məsələn, digər variantlarda baxa bilərik uşaqlar. Yəni, digər variantlara da bir nəzər yetirək. Məsələn, B-də müsbət Q-dür. Deyir, mərkəzdə intensivlik müsbətsə, artıq bu istiqamətdə. Bu B variantıdır. Keçəyin C variantı. C variantına baxın indi. C variantında bu müsbət Q-dür. Bu da mənfi Q-dür. Mərkəzdə bu 1 olsun, bu 2 olsun. Yekun intensivliyimizə baxaq. Müsbətdir. Müsbətdən nə edəcək? Çıxacaq. Bu oldu Y1. Mənfiyə də nə edirdik? Daxil olurdu. Bu da oldu Y2. Bunların yəni yekun intensivliyi 0 verə bilməz. Eyni istiqamətdə olanda yekun tapmaq üçün toplayırıq. Sonra keçək D variantına. D variantında isə bu mənfi 2Q-dür. Bu da mənfi Q-dür. Mərkəzdən. İndi gəlin baxalım uşaqlar. Mənfidən necə idi? Özünə daxil olmalıdır. Bu 1, bu da 2. Mənfidir. 2-dəkini tapıram. Bu olacaq Y2. Özünə daxil oldu. 1-dəkini tapıram. Bu da Y1-dir. Əks yönəldi. Amma biz şərtimiz var idi. Yekun intensivliyin 0 olması üçün ədədi qiymətcə də eyni olmalıdır. Həm əks istiqamətdə yönəlməlidir, həm də ədədi qiymətcə eyni olmalıdır. Onda Y düstur necə idi? K Q0 bölünsün R-in kvadratı. Fikir verirsiniz, deməli, verilən nöqtədən yüklərə qədər olan məsafələr eynidir. K eynidir, amma yüklərin miqdarları fərqlidir. Yüklərin miqdarı fərqli olduğuna görə bizim intensivliklərimiz ədədi qiymətcə bərabər deyil. Ona görə də yekun intensivliyimiz 0 verə bilməz. Y variantında da uşaqlar yalnız bir yük var. Bir yük olanda heç vaxt intensivlik, yekun intensivlik 0 verə bilməz. Bu da Y variantıdır, mənfi Q yükü. Y variantı özünə daxil olacaq. Bu da özünə daxil oldu. Yəni yekun intensivlik 0 ola bilməz. 30-da belə. Keçək uşaqlar indi 31-ə. Deyir, Q1 bərabər Q2, R1 bərabər R2 olduqda O nöqtəsində nöqtəvi yüklərin yaratdığı sahələrin yekun intensivlik vektoru hansı istiqamətdə yönəlir? Deməli, 2 dənə yük veribdir, müsbət. Və bizdən deyir ki, O nöqtəsində yekun intensivliyin istiqamətini göstərir. Gəlin baxaq. Deməli, hər ikisinin nöqtədən olan məsafəsi də bərabərdir. Buradakı məsafələr burada R-dir, məsələn, burada R-dir və məsafələr də bərabərdir, yüklərin miqdarı da bərabərdir. Hər ikisi də məsəl üçün Q-dir. Yekun intensivlik müsbətdə dedik nə etməlidir? Çıxmalıdır. Müsbətdən çıxacaq. Baxın, bu birinci olsun, bu da ikinci olsun. Gəlin baxaq. Birinci, baxın, müsbətdən çıxır. Bu oldu mənim Y1-im. Bu da ikincidir. Mənfidən də nə etməlidir? Çıxmalıdır. Bu oldu mənim Y2. Və yekun intensivliyim nə olacaq? Baxın, bunların ikisinin kəsişməsindən çıxan diğərinə. Paralelograma tamamlayırıq. Bu da Y yekunumuz. Cavab 4 olacaq. Yəni D variantı. Deməli uşaqlar 32 nömrəli testdə 31 nömrəli testdə oxşuyur, bənzərdir. Yəni ona baxıb 31 nömrəli testdə baxıb 32-də işləyərsiniz. Keçək 33 nömrəli testdə. Bir tərəfi A olan kvadratın bir təpəsində nöqtəvi müsbət Q2 yerləşir. Kvadratın A, B və C təpələrində sahənin intensivliklərini müqayisə edin. Deməli, kvadratımızdır. Müsbət Q2-miz burada yerləşibdir. B nöqtəmiz, C nöqtəmiz, A nöqtəmiz və tərəfini də veribdir A. İndi baxaq uşaqlar. Deyir ki, A, B və C nöqtələrində müqayisə etməliyik. Gəlin baxaq. Fikir verirsiniz, yükdən A nöqtəsinə qədər olan məsafə nə qədərdir? A-ya bərabər. Yükdən B nöqtəsinə qədər olan məsafə nəyə bərabərdir? A-ya bərabərdir. Biz dedik ki, sahənin verilmiş nöqtəsindəki intensivliyin düsturu necə olur? Y bərabər K, Q0 bölünsün R-in kvadratı. R-in kvadratı. Onsuz da K sabit kəmiyyətdir. Sahəni yaradan yükümüz də eynidir. Bu da getdi. Bir dənə məsafələri, intensivlikləri müqayisə etmək üçün məsafələrə baxacağım. Baxırıq ki, A-dan nöqtəyə qədər olan məsafədə A-ya bərabərdir. B-dən nöqtəvi yükę qədər olan məsafədə A-ya bərabərdir. Ona görə də
YA ile YB necə olacaq? YA bərabərdir YB-yə. Yenə deyirəm, sayını yaradan yükü eynidir. Bir dənə məsafələrə baxırıq. Məsafələr də eyni olduğuna görə intensivliklər bərabər olacaq. Bəs C nöqtəsindəki intensivliyi necə tapacağıq? Yenə də məsafəni müəyyən etməliyik. Deməli, nöqtəvi yükdən, baxın, C nöqtəsinə qədər olan məsafəni tapmalıyam. Yəni, bu qədər məsafəni tapsam, mənə C-ni verəcək. Bəs onu necə tapacağım? C-ni tapmaq üçün burada A-dır, uşaqlar, burada A-dır. A-dır və bu düzbucaqlı üçbucaq yarandı mı bura? Düzbucaqlı üçbucağın hipotenuzu da elə bir RC-miz. RC bərabərdir. Düzbucaqlı üçbucaqda da hipotenuzu necə tapırdınız? Deməli, katetlərin kvadratları cəmi. O da nə eləyəcək bizə? Nə verəcək? A kökətdə. Belə yazalım da. Kökətdə 2A-nın kvadratı. A-nın kvadratda çıxır. Qalır A kökətdə 2. RC-mizi də müəyyən etdik. Yəni, indi müqayisə etmək üçün mütənasiblik quraq. Məsələn, YB bölünsün YC bərabərdir. Və onda artıq nə olacaq? Tərs mütənasib asılı məsafə ilə. RC-nin kvadratı bölünsün RB-nin kvadratı. Gəlin, yerinə qoyaq hamısını. YB bölünsün YC bərabərdir. RC-nin kvadratı, yəni A kökətdə 2-nin mötərizə kvadratı bölünsün YC-nin, YC deyirəm, RB-nin də nə qədər idi məsafəsi? A-ya bərabər, A-nın kvadratı. Gəlin, kvadratı yüksəldəyim bunu. A-nın kvadratı, o da 2A-nın kvadratı. Bölünsün A-nın kvadratı, bunlar ixtisar getdi, qaldı nə? 2. Yəni, YB bölünsün YC nəyə bərabərdir? 2-yə. Buradan da YB-ni tapanda YB bərabərdir 2YC-yə. YB ilə də YA bir-birinə bərabərdir. YA YB-yə bərabərdir və onlar da YC-dən 2 dəfə çoxdur. Cavabımız olacaq D variantı. Və diqqətli olmaq lazımdır. 33 nömrəli test qəbul tipi məsələlərə bənzəyir. Ona görə də 33 nömrəli testə diqqətlə baxırsınız, işləmə metodunu yaxşı öyrənirsiniz. Keçək 34-də uşaqlar. İntensivliyi 2/10⁴ volt bölünsün metr olan bir cins elektrostatik sahədə 3,2/10⁻10 Newton qüvvə təsir edən tozcuğun neçə artıq elektronu vardır? Deməli, intensivliyimiz, gəlin birinci verilənləri yazaq. Y bərabərdir 2/10⁴, 2/10⁴ volt bölünsün metr. Sonra qüvvəmiz, F-imiz 3,2/10⁻10, 3,2/10⁻10 Newton. Və elementar yükün də ədədi qiymətini mötərizənin içərisinə verildik. Elementar yükümüz nəyə bərabərdir? 1,6/10⁻19 kulona. Bizdən nə istəyir? Artıq elektronların sayını. N istəyir. N bərabər sual işarəsi. Gəlin birinci düsturumuzu, intensivliyin düsturunu yazarını görək necə edik? Y bərabərdir F bölünsün Q-yə. Q-nin də belə bir düsturu var idi. Y vuraq N. Q-nin əvəzinə, bu düsturu gətirib yerinə yazacağım bura. Bunda olacaq nə? F bölünsün Y vuraq N. Yəni, indi buradan bizə artıq elektronların sayını istədiyinə görə N-i tapaq. N-i tapanda N nəyə bərabər olacaq? Demişdim ki, bir metodumuz var. Düstur buradan bir də yazın. Y bərabərdir F bölünsün Y vuraq N. Biz də burada N axtarırıq. N bərabərdir. Məxrəzdəki kəmiyyət axtaranda yerlərini dəyişir. Bunda olacaq F bölünsün Y vuraq Y. Yəni, ədədi qiymətləri də yerinə qoyaq. F-imiz 3,2 vuraq 10⁻10. Y-imiz 1,6 vuraq 10⁻19. Y-imiz də 2 vuraq 10⁻4. Bundan bunlar getdi ixtisar. Qaldı 10⁻10. 10⁻10 yuxarıda qaldı. 10⁻19, 10⁻4 eləyir 10⁻15. O da bərabərdir 10⁻10. Bunu da surətə qaldıranda vuraq 10⁻15 eləyəcək.
15'ten de 10'un çıxanda neçə eləyəcək? 10 üstü 5. Cavabımız oldu 10 üstü 5. C variantı. Sonra uşaqlar keçən 35 nömrəli məsələyə. Bir intensivliyi 50 volt mönsimetr olan birinci elektrostatik sahədə yükü 0,4 nanokulon olan elektriklənmiş kürəcik tarazlıq vəziyyətindədir. Kürəciyin kütləsini hesablayın. Deməli, gəlin baxaq. İntensivliyimiz Y bərabərdir 50 volt mönsimetrdir. Sonra yükümüz Q bərabərdir 0,4 nanokulondur. J'miz 10'dur. Və bizdən deyir ki, kürəciyin kütləsini hesablayın. M bərabərdir sual işarəsi. Deyir, sistem, deməli, kürəciyimiz sistemdə tarazlıqdadır. Tarazlıqda olması üçün elektrik qüvvəsi ilə ağırlıq qüvvəsi bir-birinə nə olmalıdır? Bərabər. Ona da elektrik qüvvəsinin yerinə yazıram Q vuraq Y bərabərdir. Ağırlığın yerinə də MC. Bizdən nə istəyir? Burada kütləni M bərabərdir. Q, Y bölünsün J'ye. O da bərabərdə qiymətləri yerinə yazaq. Yerinə yazmamışlar və gəlin nanokulonu da çevirim. 0,4 nanokulonu biz kulona çevirəndə eləyəcək 4 vuraq. Mən 0,4'ü 4 vuraq 10 üstü mənfi 1 şəklində yazıram. Nano da 10 üstü mənfi 9'dur. 10 üstü mənfi 9 nanokulon. Gəlin uşaqlar, onu mən aşağıda çıxardım ki, qarışmasın. Siz onu başa düşəsiniz. Deməli, 0,14 nanokulonu mən kulona çevirmək istəyirəm. Bunu standart formada yazıram. 4 vuraq. 0,14 standart formaya gətirəm. 4 vuraq 10 üstü mənfi 1 vuraq. Nanomuz da 10 üstü mənfi 9 kulon. O da bərabərdir. 4 vuraq 10 üstü mənfi 1, 10 üstü mənfi 9, 10 üstü mənfi 10 kulon. Gəlin yerinə qoyalım. Q'miz elə 4 vuraq 10 üstü mənfi 10. Y'miz 50 bölünsün. Deməli, bu J'dir uşaqlar. J'miz də 10. Bu 10'la bu ixtisar getdi. 4'ü 5'e vuranda 20. 20 vuraq. 10 üstü mənfi 10. Bu da bərabərdir. 2 vuraq 10 üstü mənfi 9 kilogram. 2 vuraq. Cavab C variantı. 36 uşaqlar. Deyir ki, vakuumda 1 nanokulon nöqtəvi yükün yaratdığı elektrik sahəsinin ondan 0,2 metr məsafədəki nöqtədə intensivliyini hesablayın. Gəlin verilənləri yazaq. Bəli, Q'nun ədədi qiyməti Q bərabər 1 nanokulon. Yəni onu da kulona çevirək 10 üstü mənfi 9 kulon. Sonra aradakı məsafə erimiz 0,12 metr. Kanun ədədi qiymət onsa sabitdir. 9 vuraq 9'dur. Bizdən y'ni istəyir. Sahənin verilmiş nöqtəsindəki intensivliyi. Y bərabərdir K, modulda Q0 bölünsün R'in kvadratı. Verilənləri yerinə yazaq, hesablayaq. 9 vuraq 10 üstü 9 vuraq. Q'miz 10 üstü mənfi 9 bölünsün 0,10'daki 10'da kvadratı eləyir 0,4. O da bərabərdir. 10 üstü 9 10 üstü mənfi 9 getdi. Qaldı 9 bölünsün 0,4. O da eləyir 225 volt bölünsün metr və yaxud da newton bölünsün kulon. Cavab oldu B variantı. Sonra keçək uşaqlar. 37 nömrəli məsələdə eyni bu metrlə işləyəcəksiniz. Gəlin keçək 38 nömrəli testi. Bir elektrik sahəsinin intensivliyin vahidi əsas vahidlərlə necə ifadə olunur? Elektrik sahəsinin intensivliyin vahidini çıxartdıq böyle. 1 newton bölünsün nədir? Kulon. Gəlin açaq. Newton açılışı bilirik ki, kilogram vuraq metri
metr bölünsün saniyenin kvadratıdır. Kulonda açılışı isə amper vuraq, nədir? Saniyədir. Ona görə də yazacağım amper vuraq. Saniyenin bir də burada, ikisi də burada olacaq. Saniyenin kubu. Oldu kilogram vuraq. Metr bölünsün amper vuraq saniyenin kubu. C variantı. Keçir 39 nömrəli testdə. Bir üfüqi vəziyyətdə qoyulmuş, yüklənmiş lövhələr arasında müəyyən yükə malik M kütləli damcı sükunətdədirsə, damcının yükü hansı ifadə ilə təyin olunur? Deməli, damcımız sükunətdədirsə, yəni tarazlıqdadırsa artıq elektrik qüvvəsi ilə ağırlıq qüvvəsi nədir? Bir-birinə bərabər olmalıdır. Yəni, F elektrik bərabər olmalıdır nəyə? MJ-yə. F ağırlığa, belə yazaq. F elektrik bərabərdir. F elektrik bərabərdir. F ağırlığa. Bunların da düsturunu açanda elektrikin yerinə QY, ağırlığın yerinə də MJ yazıram. Bizə nə istəyir? Damcının yükü. Yükünü istəyir. Yükün miqdarı. Q'ni tapanda Q bərabərdir. MJ bölünsün Y-yə. MJ bölünsün Y. Cavab D variantı. 40 nömrəli testdə eynilə bu qayda ilə işləyəcəksiniz. Keçək 41 nömrəli testdə. 41. Joule bölünsün volt ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Yəni yazaq. Joule bölünsün volt. O da bərabərdir. Uşaqlar, Joule'u açıram. Joule'un açılışı Newton bıraq metrdir. Voltun da açılışı uşaqlar. Əslində heç açmağa da ehtiyac yoxdur. Bunu biz qarşıdakı mövzuda düsturunu öyrənəcəyik. Joule ilə olduğu kimi saxlayıram, voltun açılışını yazıram. Gərginliyin belə bir düsturu var. Bu bərabərdir. A bölünsün Q. Gərginliyin vahidi 1 voltdur. A işdir. İşin vahidi Joule'dur. Q də yükdür. Yükün də vahidi kulondur. Yəni 1 voltun yerinə mən nə yazacağım? Joule bölünsün kulon. Joule bölünsün kulon. Artıq kulon hara qalxacaq avtomatik? Surətdə yazacağım. Yəni yazacağım kulon. Joule'lar ixtisar getdi. Qaldı nə? Kulon. Kulon da hansı fizik kəmiyyətin vahididir? Elektrik yükünü. 41'də cavabımız elektrik yükü. D variantı. Sonra keçən uşaqlar 42'ye. Deyir ki, A nöqtəsində nöqtəvi yüklərin yaratdığı elektrik sahəsinin yekun intensivliyi modulu nəyə bərabərdir? Gəlin baxalım. Deməli, A nöqtəsində müsbət Q yükümüz var. Burada da müsbət Q yükümüz var. A nöqtəmizdir və yüklərin nöqtədən olan məsafələri bərabərdir. Yekun intensivliyi istəyir. Yekun intensivliyi də biz tapmaq üçün gəlin birinci intensivliklərin istiqamətini göstərək. Bu birinci yükümüz olsun, bu da ikinci. Dedik müsbət yük. Müsbət yükdə nə edəcək? Çıxacaq. Bu oldu mənim Y1'im. İkinci istiqamətimi etmək istəyirəm. Yenə də müsbətdir. Müsbətdən çıxacaq. Bu oldu mənim Y2'm. Sahənin verilmiş nöqtəsindəki elektrik sahəsi intensivliyi Y bərabər K. Q bölünsün. Q0 bölünsün R'in kvadratıdır. K onsuz da sabit kəmiyyətdir. Yüklərin miqdarı da eynidir və nöqtədən yüklərə qədər olan məsafələr də eynidir. Deməli, buradan belə bir nəticəyə gəlir ki, Y1 ilə Y2 nədir? Ədədi qiymətcə bərabər. Amma istiqamətcə əks yönəldir. Y2'ni tapanda Y1'dən çıxacam Y2'ni. Ədədi qiymətcə bərabərdirsə, nəticəmiz 0 verəcək. Cavab oldu D variantı. 43'də eyni ilə bu qayda ilə işləyəcəksiniz uşaqlar. Keçək 44'ə. Deyir, A nöqtəsinin nöqtəvi yükün yaratdıqları elektrik sahəsinin yükün intensivliyi hansı istiqamətdə yönəlir? Gəlin baxalım uşaqlar. Deməli, bu mənfi 2Q'dur. Digəri də yenə də mənfi 2Q'dur. A nöqtəsini bura yaxın veribdir. Artıq məsafələrə baxırsınız, məsafələr eynidir. Nöqtədən, baxın. Bu olsun birinci yükümüz, bu olsun ikinci yükümüz. Baxın,
Birincinin nöqtədən olan məsafəsi eğer 1 bu qədərdir. İkincinin nöqtədən olan məsafəsi isə baxın bu qədər. Bu da R2'mizdir. Deməli burada baxırıq ki, R1'imiz R2'dən nədir? Böyükdür. Sahənin verilmiş nöqtəsindəki elektrik sahəsinin intensivliyini düsturu. Y bərabərdir K 200 bölünsün R'in kvadratı. K onsuz da sabit kəmiyyətdir. Yüklərin miqdarı da eynidir. Ona görə buna baxmayacağıq. Təkcə nədir? Məsafələrə görə hansı istiqamətdə intensivliyimiz daha böyük olacaq, bunu müəyyən edəcəyik. Gəlin baxaq. Görə intensivliyimiz məsafənin necə asılı? Tərs. Deməli, məsafə harda kiçikdirsə, orada intensivliyimiz ədədi qiymətcə böyük olacaq. Yəni, artıq məsafələrə görə biz intensivlikləri müqayisə edəcəyik. Yəni, Y1 kiçik olacaq nədir? Y2'də. Yəni, Y2'nin intensivliyi daha böyük olacaq. Gəlin, indi istiqamətlərimizi müəyyən edək. Birincinin istiqaməti mənfidir. Mənfi olduğuna görə artıq birincinin Y'sinin istiqaməti hansı istiqamət olacaq? Bu. Bu oldu Y1'imiz. İkincinin istiqaməti necə yönələcək? İkincinin istiqaməti həm intensivliyi ədədi qiymətcə böyükdür, özünə doğru baxın. Bu oldu necə? Y2'miz. Aydın oldu. Y2 daha böyük olduğuna görə artıq bizim yekun intensivliyimiz Y2 istiqamətinə yönələcək. Y2. Cavabımız oldu sağa yönəlmişdir. B variantı. 45 də eynilə bu qaydada 45'i işləyəcəksiniz, nəticənizi alacaqsınız. Deyir ki, müstəvi kondensatorun lövhələr arasında daxil olan elektronun hərəkət trayektoriyası hansıdır? Deməli, yuxarı müsbətlə yüklənib, aşağı isə mənfi ilə yüklənib və sahəyə daxil olan da elektrondur. Uşaqlar, elektron hansı işarəlidir? Mənfi işarəlidir. Deməli, hansı lövhə tərəfindən cəzb olunacaq? Deməli, müsbət yüklü lövhə tərəfindən cəzb olunacaq. Yəni, istiqamətimiz olacaq 2. Cavab olacaq Y variantı. 47 eynilə bu qayda ilə işləyəcəksiniz. Keçirik 48'e. 48. Deyir ki, hansı sırada yalnız vektorial fiziki kəmiyyətlər göstərilmişdir? Birinciyə baxaq. Vektorial fiziki kəmiyyət olması üçün. Deməli, A. Elektrik sahəsinin intensivliyi. Bəli, elektrik sahəsinin intensivliyi vektorialdır. Qüvvə, bəli, F vektorialdır. Cavab A variantı. İstəyirsiniz, gəlin digər variantlara da baxaq. Gərginlik skalyardır, elektrik yükü skalyardır. C variantında elektrik yükü skalyardır, elektrik sahəsinin intensivliyi vektorialdır. Sonra D variantında gərginlik skalyardır, elektrik sahəsinin intensivliyi vektorialdır. Y variantında elektrik yükü skalyardır, qüvvə vektorialdır. Yəni cavabımız oldu A variantı. Keçək 49'a. 49. Kvadratın mərkəzində elektrik sahəsinin yükün intensivliyi vektoru hansı istiqamətdə yönəlmişdir? Uşaqlar, buna test işlədik. Yəni, indi bu testi çalışın ki, mənim izahıma baxmadan özünüz işləyəsiniz. İşləyəndən sonra baxın görək, mənim izahımdan üst-üstə düşürüm. Bura müsbət küydür. Yox, bura mənfidir uşaqlar. Bura mənfi. Digər də mənfi küydür. Sonra müsbət kü, bu da müsbət kü. Deməli, mərkəzdə yekun intensivliyin istiqamətini göstərməliyik. Gəlin baxalım uşaqlar. Dedik ki, müsbətdən çıxır, mənfiyə də nədir? Daxil olmalıdır. İntensivlik xətlərimiz. Başlayalım. 1, 2, 3, 4. Birin istiqamətini müəyyən etmək istəyirəm. Necə işarədir? Mənfi. Mən nə etməlidir? Özünə daxil olmalı. Oldu Y1. Keçirik 2'yə. Necə işarədir? Mənfi. Nə edəcək? Özünə daxil olacaq. Y2. Mən Y1'i keçirim bu tərəfə. Zəmanəçilik törətməsin. Keçək indi Y3'ə. Necə işarədir? Müsbət. Nə etməlidir? Özündən çıxmalıdır. Baxın. Özündən çıxdı. Bu da oldu Y3. Keçək 4'ə. 4 necə işarədir? Müsbət. Özündən nə etməlidir? Çıxmalıdır. Bu da oldu Y4. Və demişik ki, x'in kəsişməsindən çıxan bu diagonal bizə Y yekunu verəcək. Y yekundan üst-üstə düşən neçə nömrədir? 3. 3. Cavabımız C variantı.
Özünüz tətbiq eləyin. Yəni buna aid test işləmişik. Özünüz işləyin, sonra mənim işləmə metoduma baxın ki, görün üst-üstə düşdümü. 50. Kütləsi M, yükü Q olan zərrəcik, intensivliyi Y olan bir cisim elektrik sahəsində qüvvə xətləri istiqamətində hərəkətə başlayır. T zaman müddətinin sonunda onun sürəti hansı ifadə ilə təyin olunur? Bizim belə bir düsturumuz var uşaqlar. Deməli, MA bərabərdir F əvəzləyici, Newton ikinci qanundan çıxan nəticə. MA bərabərdir elektrik sahəsində yüklü zərrəciyə hansı qüvvə təsir edir? Elektrik qüvvəsi, F elektrik. MA da bərabərdir elektrik qüvvəsi nəyə bərabərdir? Q, Y-yə. İndi gəlin təcilin düsturunu çıxardaq. Təcilin düsturu necədir? A bərabərdir V çıxaq. V0 bölünsün T. Artıq burada yüklü zərrəciyin başlanğıc sürətini 0 götürüb. A bərabərdir V bölünsün T. Gətirib əvəzləmə eləyək. M vuraq V bölünsün T bərabərdir Q vuraq Y-yə. Bizdən nə istəyirdi? Sürəti. Biz də buradan sürəti tapırıq. Sürəti tapmamışdan əvvəl gəlin çarpaz vuraq açaq. MV bərabərdir QYT. V-ni də tapırıq buradan. V bərabər nəyə? QYT. Yanındakı kəmiyyətdə, axtardığımız kəmiyyətin yanındakı kəmiyyətdə düşür məxrəci. QYT bölünsün M. Cavab Y variantı. Keçəyin 51 nömrəli testə. Bir kütləsi M, yükü Q olan zərrəcik, intensivliyi Y olan bir cins elektrik sahəsində qüvvə xətləri istiqamətində hərəkətə başlayır. Zərrəciyin yer dəyişməsi modulu S olduqda, onun sahədə aldığı sürət hansı ifadə ilə təyin olunur? Gəlin baxalım uşaqlar, bayaqki düsturdan istifadə eləyək. Deməli, MA bərabər oldu nəyə? Q, Y-yə. İndi uşaqlar A-nın yerinə S-dən olan bir düsturunu gətirəcəyik. Belə bir düsturumuz var. S bərabər V-nin kvadratı çıxaq V0-ın kvadratı bölünsün 2A. Bu 2A. Buradan V0-ımız 0-a gedəndə S nəyə bərabər olacaq? V-nin kvadratı bölünsün 2A-ya. A-nı da tapaq. A bərabərdir V-nin kvadratı bölünsün 2S. Gətirib əvəzləməmizi aparaq. M vuraq. A-nın yerinə V-nin kvadratı bölünsün 2S. Bərabər Q vuraq Y-yə. Gəlin çarpaz vuraq açaq. MV-nin kvadratı bərabər Q vuraq Y vuraq. 2-ni ön atıram 2S. Bizə lazımdır sürət. Kök altı olacaq artıq. Çünki kvadratik asıldı. Axtardığımız kəmiyyət kvadratik isə deməli artıq kvadratı varsa kəmiyyətin düsturu kök altına düşəcək. 2QYS bölünsün M. 2QYS bölünsün B variantı. Yəni əvvəl bildiyiniz düsturları gətirib təcilin yerinə qoyursunuz, əvəzləmə aparıb testlərinizdə düsturlarınızı çıxarıb tapırsınız. Deməli 52. Nöqtəvi müsbət Q yükün A nöqtəsində yaratdığı elektrik sahəsinin intensivliyi modulu Y-dir. B nöqtəsində elektrik sahəsinin intensivliyi modulu nəyə bərabərdir? Deməli, bir dənə müsbət Q yükümüz var. Ondan deməli B nöqtəsi bir də var A nöqtəsi. Deyir ki, müsbət Q yükün A nöqtəsində yaratdığı elektrik sahəsinin intensivliyi nədir? Y-yə bərabərdir. Yəni YA neçə oldu uşaqlar? 52. YA bərabərdir Y-yə. Deyir ki, YB-ni tapın. YB bərabər sual işarəsi. Deməli, gəlin baxaq YA-nın nöqtədən olan məsafəsi, yükdən olan məsafəsi nə qədərdir? 1, 2, 3, 4. Deməli, 4 götürürəm, 4 el götürürəm belə. Deməli, YA-nın nöqtədən sınaq yükündən, sınaq deyirəm, sahəni yaradan yükün miqdarının məsafəsi 4 elə bərabərdir. Bəs YB-nin nə qədərdir? YB-nin isə 1, 2, yəni 2 yer. Asıllıq qurağın uşaqlar. Dedik ki, Y bərabər nəyə? K, Q0 bölünsün R-in kvadratı. K sabitdir, sahəni yaradan yük eynidir. Getdi, bir dənə qaldı nə? Məsafə. Məsafə ilə tərs kvadratik asıldı. Asıllığı da qura bilərik asanlıqla. Bir də şifahi şəkildə istəyirsiniz. Yəni asıllıq quralım uşaqlar. YA bölünsün YB bərabərdir. R B-nin kvadratı bölünsün
R-A'nın kvadratı. Bizə də lazımdır YB. YB bərabərdir. Çıxardığında çarpaz vurub açırıq. RB-nin kvadratı düşür məxrəcə. YA vuraq R-A'nın kvadratı da bərabərdir. YA-mız nəyə bərabər oldu? Y-yə. Vuraq R-A'nın kvadratı 4-ün kvadratı 16 R-in kvadratı. RB-nin kvadratı da 2R, onun da kvadratı 4R'in kvadratı. Deməli, R'in kvadratları ixtisar getdi 4 ilə 16 ixtisar getdi qaldı 4. 4Y'yə bərabərdir. Yəni artıq məsafə 2 dəfə azaldığına görə nəyə bərabər olacaq? 4Y'yə bərabər olacaq. Cavabımız oldu. Deməli, 4Y D variantı. 53 uşaqlar açar sözlərdir. Özünüz açar sözləri yerləşdirərsiniz. 54. Deyir ki, iki kürəciyin A nöqtəsində yaratdıkları elektrik sahəsinin yekun intensivliyi Y-dir. Kürəciklərin yüklərinin işarələrini müəyyən edin. Deməli, yekun intensivliyə görə biz yüklərin işarəsini müəyyən edəcəyik. Burada da bir dənə bu Q1 yükümüzdür. Burada Q2 yükümüzdür. Burada A nöqtəsi verilib və yekun intensivliyimiz bu formada verilir. Bu da Y yekundur. Y yekunumuz. İndi gəlin uşaqlar, biz yüklərin işarəsini necə müəyyən edəcəyik? Bu metoduna baxaq. Deməli, yekun intensivliyinin belə getməsi üçün vektorumuzun biri belə getməlidir. Baxın, bu istiqamətdə olmalıdır. Bir də bu istiqamətdə olmalıdır. Yekunun belə olması üçün. Yəni, Y1-imiz belə getməlidir, Y2-miz də bu istiqamətdə getməlidir. Yəni, baxalım görək, Y1-imiz bu istiqamətdə getsə, deməli, yükümüz necə işarəlidir? Müsbət işarəlidir ki, ondan çıxır. Amma artıq Y2-miz yükə daxil olur. Deməli, necə işarəlidir? Mənfi. Deməli, Q1-imiz oldu müsbət, Q2-miz oldu mənfi. Q1 müsbət, digəri mənfi, müsbət, mənfi. C variantı. Keçək, deməli, 55. 55-də yekun intensivliyi hansı istiqamətdə yönəlir? 55-də uşaqlar, elə 44-45 nömrəli məsələlərin eynisidir demək olar ki, özünüz işləyərsiniz. Keçək 56-ya. Bir A nöqtəsində Q1 yükün yaratdığı sahənin intensivliyi modulu Y olarsa, bu yüklərin həmin nöqtədə yaratdıkları yekun sahənin intensivliyi modulunu hesablayın. Gəlin, birinci yükləri işarələyim uşaqlar. Deməli, bunlar Q1-dir. Q1-imiz nəyə bərabərdir? Müsbət 3Q-yə. Digəri Q2-miz mənfi 9 Q-yə bərabərdir. Və A nöqtəsinin yekun intensivliyi istəyir. Bu birinci yükümüzdür, bu ikinci yükümüzdür. Və aradakı məsafələr də eyni verir uşaqlar. Yerlərimiz eynidir, məsafələrimiz eynidir. Yəni, yükdən A nöqtəsinə qədər məsafələrimiz eynidir. Y-nin düstur olduğu Y bərabər K, Q0 bölünsün R-in kvadratı. İndi baxırıq ki, onsuz da K sabitdir və məsafələr də eynidir, R-lər də getdi. Artıq intensivlikləri biz müəyyən etmək üçün Q-lərə baxacağıq. Yəni, Q-lərin ədədi qiymətinə görə intensivliklər arasında münasibət quracağıq. Yəni, Y1 bölünsün Y2 bərabərdir Q1 bölünsün Q2-yə. Yəni, düz mütənasibətlidir. Gəlin, indi əlaqə qurağın, yerinə qoyağını hesablayağın. Buradan yazaq. Y1 bölünsün Y2 bərabərdir. Q1-imiz nə qədərdir? 3Q. Bilirsiniz ki, yəni modulda götürəcək, ədədi qiymətləri şəklində götürəcək 9Q. İxtisarlarımızı aparaq, qaldı neçə? 3/1. Və Y1 bölünsün Y2 nədir? 3/1-ə bərabərdir. Onda çarpaz vurağın aşağı Y2 bərabərdir 3Y1-ə. Yəni, ikinci nöqtədə intensivliyin ədədi qiyməti birincikindən, birinci yükün intensivliyindən 3 dəfə böyük olacaq. Yəni, istiqamətlərimizi də müəyyən edək, müsbətdir. İstiqamətimiz müsbətdirsə, deməli, nə etməlidir? Çıxacaq. Fikir verirsiniz mi? Bu oldu mənim Y1-im.
mənfidir, özünə nə etməlidir? Daxil olmalıdır. Bu da oldu mənim y yüküm. Y yükünü tapanda eyni istiqamətli də nə edirdik? Toplayırdıq. Y1 üstə gələk Y2. O da bərabərdir. Y1-imizi neçə tapdıq? Deməli, fikirdə verin ki, deyir ki, Q1 yükünün intensivliyini Y qəbul etmişik. Q1'in intensivliyi, yəni Y1'imizi Y qəbul etmişik. Y1'imizi Y qəbul etmişiksə, Y2'miz nəyə bərabər oldu? 3Y1'ə. O da bərabərdir 3Y'yə. Yəni Y1'imiz Y'dir, Y2'miz 3Y'dir. Gətirib yerinə qoyaq. Y üstə gələk 3Y. O da bizə verəcək 4Y. Cavabımız oldu 4Y. B variantı. 58. Deyir, müsbət Q yükünün elektrik sahəsinin çevrə üzərindəki A və B nöqtələrindəki intensivliklərin modulları arasında hansı münasibət doğrudur? Deməli, A və B nöqtələrindəki intensivlikləri biz müqayisə eləyəcəyik ədədi qiymətcə. Yəni, birinci şəkli təsvir eləyək, şəkli çəkək. Deməli, bu oldu 58. 58 nömrəli test. Baxın, deməli, müsbət Q yüküdür. Burada fikir verirsinizsə A nöqtəsi, burada isə B nöqtəsi yerləşdirilibdir. Gəlin, baxalım uşaqlar, birinci sahəni Y bərabərdir, yenə K, Q0 bölünsün R-in kvadratı. K sabit cəmiyyətdir, sahəni yaradan yükümüz eynidir. Bir dənə məsafələrə baxacaq, intensivlikləri müqayisə etmək üçün. Gəlin, baxalım, birinci A nöqtəsini, yükdən A nöqtəsinə qədər olan məsafəni tapmalıyım. Bax, bu mənim olacaq R-A. Sonra B nöqtəsinə qədər olan məsafə dedikdə, bax, bu nəzərdə tutulur. Yəni, bu da olacaq R-B. Gəlin, birinci R-A-nı tapaq. R-A. Bu, deməli, bura kimi radiusdur. Bax, fikir verirsinizmi? Düzbucaqlı üçbucaq yarandı. Burada radiusdur, burada radiusdur. Düzbucaqlı üçbucaq yarandı. Bura bizim nəyimizdir? Hipotenuzumuz. Onda R-A-nı tapmaq üçün nə edəcəm? Kök altda R-in kvadratı, üstə gələk R-in kvadratı. Bu da bizə verəcək nə? Kök altda 2R-in kvadratı. Buradan nə çıxacaq? R kök altda 2. R-A-nı tapdıq. Yəni, R-B-ni də qeyd eləyək. R-B bərabərdir. R-B isə uşaqlar, burada R-dir, burada R-dir. Neçə yerə bərabərdir? 2 yerə. Gəlin, indi məsələmizi yazaq. Y-miz R-nə necə asılı? Tərs. Y-A bölünsün Y-B bərabərdir. R-B-nin kvadratı bölünsün R-A-nın kvadratı. Yerinə yazaq. Y-A bölünsün Y-B bərabərdir. R-B-nin kvadratı, yəni 4R-in kvadratı bölünsün R-A-nın kvadratı. R kök altda 2-nin kvadratı. O da bərabərdir 4R-in kvadratı bölünsün. Bunu da kvadratı yüksəldəndə eləyəcək. R-in kvadratı kök altda 2-dən də kvadratı yüksəldəndə qalır 2. 2R-in kvadratı. R-in kvadratları ixtisar getdi, bunlar da ixtisar getdi, qaldı. Nə? 2. Yəni, Y-A bərabərdir. Belə yazalım. Y-A bölünsün Y-B bərabər nəyə? 2-yə. Buradan da Y-A-nı tapanda Y-A nəyə bərabər olacaq? 2Y-B-yə. Yəni, nəticəmiz bu oldu. Cavab olacaq Y-A bərabərdir 2Y-B-yə, Y variantı. Bu da oldu 58 nömrəli məsələnin həlli. Keçək 59 nömrəli məsələyə. Tərəfləri A və 2A olan düzbucaqlının A və B təpələrində nöqtəvi müsbət Q yükünün elektrik sahəsinin intensivliklərinin modullar arasında hansı münasibət doğrudur? İndi düzbucaqlı veribdir uşaqlar. Yükümüzü burada bu nöqtədə yerləşdirib. A nöqtəmiz buradadır. A nöqtəsi. B nöqtəmiz isə buradadır. Burada B. Buranı 2A verib, buranı isə A verib. Deyir ki, yenə intensivliyi müqayisə etmək istəyirsə, Y bərabər K, modulda Q0 bölünsün R-in kvadratı. K sabitdir, sahəni yaradan yük eynidir, Y-nin R-dən asıllığına baxacaq. Gəlin birinci, deməli, R-A-nı yazaq.
Deməli, yükün A nöqtəsinə qədər olan məsafəsi nə qədərdir? 2A. Bunu yazdık. İndi RB-ni yazaq. RB bərabərdir. Fikir verirsinizsə uşaqlar, baxın indi. Yükdən B nöqtəsinə qədər olan məsafə nə qədər olacaq? Bu qədər. Yəni bizim diaqonalımız, düzbucaqlı diaqonalı yükün B nöqtəsinə qədər olan məsafəni göstərəcək. Yükdən B nöqtəsinə qədər olan məsafəni. Burada da bir dənə düzbucaqlı üçbucağımız yarandı. Burada nəyimiz oldu? Hipotenuzumuz. Bura 2A'dır, burada A'dır. Bunu da RB-ni tapmaq üçün buradan yazaq. RB bərabərdir. Kök altda 2A'nın kvadratı, yəni 4A'nın kvadratı üstə gələk A'nın kvadratı. Bu da bizə verəcək nəyi? Kök altda 5A'nın kvadratı. Buradan nə çıxacaq? A kök altda 5. Hər ikisini də yazdıq. İndi mütənasiblik quracağım. YA bölünsün YB bərabərdir. RB'nin kvadratı bölünsün RA'nın kvadratı. Gətirib yerinə yazaq. YA bölünsün YB bərabərdir. RB'nin kvadratı, yəni bunun kvadratı A kök altda 5'in mörtəzə kvadratı bölünsün YB'nin RA'nın kvadratı, RA eləyəcək kvadratı 4A'nın kvadratı. Bu da bərabərdir. Bunun kvadratı eləyəcək 5A'nın kvadratı, 5A'nın kvadratı bölünsün 4A'nın kvadratı. A'nın kvadratları ixtisar getdi, qaldı nə? 4'də 5. Yəni YA, gəlin buradan yazım. Yəni YA bölünsün YB bərabər neçəyə? 4'də 5'ə. Bizdən hansı kəmiyyət istəyir? Y'ni yoxsa YB-ni? 59 idi. YA-nı istəyir. Gəlin YA-nı tapaq çarpaz vurduq. YA bərabərdir 4'də 5 YB-yə. Cavabımız olacaq A variantı. 61. Bir nöqtəvi Q0 yükünü hansı nöqtədə yerləşdirmək lazımdır ki, o tarazlıqda olsun? Gəlin baxalım, şəkil çəkək, təsvir eləyək. 2 dənə yükümüz var. Biri müsbət Q'dur, digəri müsbət 9 Q'dur. 9 Q'dur. 3 dənə nöqtə veribdir. 1, 2, bu da 3, bu tərəfdə də 4, 5. Deyir ki, bir dənə Q0 bunu oldu, 61 nömrəli testimiz. Bir dənə Q0 yükümüz var. Deyir, o Q0 yükünü deyir, bu hansı 1, 2, 3 və yaxud da 4, 5 nöqtələrin hansında yerləşdirsək, sistem tarazlıqda olar. Yüklər tarazlıqda olar. Deməli, tarazlıqda olması üçün yüklərlə, yəni Q yükü ilə Q0 yükü arasındakı qarşılıqlı təsirlə, Q0 yükü ilə 9 Q yükü arasındakı qarşılıqlı təsir qüvvələrimiz bərabər olacaq. Yəni, F1 bərabər nədir? F2 olmalıdır. Və yadınızı saxlayın ki, deməli, Q0 yükünü mən harada yerləşdirməliyəm? Bu yükün arasında, iki yükün arasında yerləşdirməliyəm ki, tarazlıq yaransın. Q0 yükünü mən təxminən götürürəm burada, məsəl üçün. Bilmirəm, hansı nöqtədə götürməliyəm. Özümdən elə bir təsadüfən bura bir yerə yerləşdirdim. Və buradan Q0 nöqtəsinə qədər olan məsafəni mən X-la işarə edirəm. Və buradan 9 Q yükünə qədər olan məsafəni isə 1, 2, 3, 4. Aradakı məsafə nə qədər? 4. 4-dən çıxıram X-i. Yəni, bunlar arasındakı məsafəni də 4 çıxır X-lə işarə edirəm. Və hər iki Q ilə Q0 arasında qarşılıqlı təsir qüvvəsini yazacağım. Bir də 9 Q ilə Q0 və bunları bərabərləşdirəcəm. Sol tərəfə, deməli, Q ilə Q0 arasındakı qarşılıqlı təsir qüvvəsini yazacağım. K bərabərdir, yəni Coulomb qanunu. K bərabərdir. Q1'in yerinə Q yazacağım. Sonra Q yazacağım. O birisinin yerinə Q0. Bölünsün aradakı məsafə R'in yerinə də X'in kvadratı. Bərabərdir. Digər tərəfə 9Q vuraq Q0. Bölünsün. K-ni heç yazmamışıq. Yazaq buradan. Bölünsün. Artıq aradakı məsafəmiz nədir? 4 çıxaq X'in mörtərizə kvadratı. Gəl, ixtisarlarımızı aparağın. K'lar getdi. Q'lər də ixtisar getdi. Q0'lar da ixtisar getdi. Yerdə nə qaldı? 1 bölünsün. X'in kvadratı bərabər 9 bölünsün. 4 çıxaq X'in mörtərizə kvadratı. Gəlin, bunları kökün altına salıb çıxardağım. Eləyəcək nə? 1 bölünsün X bərabərdir. 3 bölünsün 4 çıxaq X'i. Çarpaz vuraq açaq. 3X bərabər 4 çıxaq X. Və
Buradan x'i bu tərəfə keçirəndə 4x bərabər 4-ə, x də bərabərdir 1-ə. Yəni bu nə deməkdir? Yəni mənim bu Q0 yüküm Q-dən bir R məsafədə yerləşməlidir. R məsafədə. Amma Q0-ın 9Q-dən 4 çıxaq x nədir? 4 çıxaq 1. Nə eləyir? 3. 3 R məsafədə yerləşməlidir. Baxın, fikir verirsinizmi? 1, 2, 3. 3 R məsafədə yerləşdi, amma bu 1 R məsafədə yerləşdi. Deməli, biz harada yerləşdirməliyik Q0 yükünü? Bax, bir nöqtəsi olan yerdə, yəni burada. Cavabımız oldu 1, B variantı. Sonra keçən uşaqlar 62 nömrəli məsələdə eyni bu qaydadadır. 62-də 61 kimi işləyəcəksiniz. Keçən 63-ə. Deyir ki, damcı kondensatorun lövhələri arasında tarazlıqda olarsa. Gəlin çəkən şəkli. Deməli, bura mənfi ilə yüklənib, bura isə müsbətlə yüklənib. Bir dənə damcımız var. Deməli, damcının müsbət yük və yaxud da mənfi yük olduğunu necə müəyyən edəcəyik? Tarazlıqdasa, tarazlıqda olması üçün bu yükə aşağıya doğru hansı qüvvə təsiri? Ağırlıq. Bir də artıq elektrik sahəsindədirsə yüklü zərrəcəyinə təsiri elektrik qüvvəsi. Tarazlıqda olması üçün F elektriklə F ağırlıq nədir? Bir-birinə bərabər olmalıdır. Bir-birinə bərabər olmalıdır və əvəzləyiciniz nə verməlidir? 0 verməlidir. Əvəzləyicinin də 0 verməsi üçün artıq ağırlığınız aşağı yönəldirsə, deməli, F elektrikiniz hara yönəldir? Yuxarıya. Bunu yazdıq mı? Sonra keçirik, intensivlik də bilir ki, uşaqlar intensivlik xətləri müsbətdən mənfiyə doğru gedir. Yəni, bu intensivlik xətlərin istiqamətidir. Yadınıza salın, demişdik ki, hansı yükə intensivlik xətlərində qüvvə təsir edir? Görürsünüzmü? Qüvvə ilə intensivlik xətlərimiz üstə düşdü. Müsbət yükə. Deməli, damcımız necə işarə oldu? Müsbət işarəli. Deməli, damcımız müsbət yükə malikdir 1. Sonra keçirik. Damcıya kondensatorun elektrik sahəsi tərəfindən təsir edən qüvvə ağırlıq qüvvəsinə bərabərdir. Bəli, elektrik qüvvəsi ilə ağırlıq qüvvəsi nədir? Bir-birinə bərabərdir. Bunuz oldu 1, 3. 64 də eynilə bu qaydada işləyəcəksiniz 64. Keçən 65-ə. 65. Müsbət yüklü damcı kondensatorun lövhələri arasında tarazlıqda olarsa. Gəlin baxaq. Deməli, müsbət yüklüdür. Qümüz, M'imiz. Və deyir, kondensatorun yuxarı lövhəsi müsbət yükə malikdir. Lövhələrin artıq işarələrini müəyyən etməliyik. Yükün işarəsini veribdir. Aşağıya doğru həmişə hansı qüvvə təsir edir? Ağırlıq. F ağırlıq. Və yükümüz artıq tarazlıqdadsa F elektriklə F ağırlığımız nədir? Bir-birinə bərabər olmalı. Bərabər olanda əvəzləyiciniz nə olacaq? 0. Əvəzləyicinin də 0 olması üçün bunlar əks istiqamətdə yönəlir. Ağırlıq aşağı yönəldirsə, deməli F elektrikiniz hara yönəlməlidir? Yuxarıya. Və müsbət yükę də təsir edən elektrik qüvvəsi ilə intensivlik necə yönəlir? Eyni istiqamətdə, yeni istiqamətini çəkdir. Gəlin, yadımıza salaq, intensivlik xətləri haradan hara yönəlir? Müsbətdən mənfiyə doğru. Deməli, yuxarı hissəmiz, lövhənin yuxarı hissəsi mənfi, aşağı hissə isə müsbətlə yükləndir. Deyir ki, kondensatorun yuxarı lövhəsi müsbət yükə malikdir, səhvdir. 2-ni oxuyuram. Kondensatorun yuxarı lövhəsi mənfi yükə malikdir. 2 düzdür. Sonra, damcıya kondensatorun elektrik sahəsi tərəfindən təsir edən qüvvənin modulu ağırlıq qüvvəsinin moduluna bərabərdir. Bəli, düzdür. 3-də düzdür. Damcıya kondensatorun elektrik sahəsi tərəfindən təsir edən qüvvənin modulu ağırlıq qüvvəsinin modulundan böyükdür. Səhvdir. Damcıya kondensatorun elektrik sahəsi tərəfindən təsir edən qüvvənin modulu ağırlıq qüvvəsinin modulundan kiçikdir. Səhvdir. Kondensator yüksüzdür. Səhvdir. Deməli, cavabımız oldu 2-3. Keçək uşaqlar. 66 nömrəli testdə.
66. Deyir ki, intensivliyi 10 kilovolt bölünsün metr olan bir cins elektrik sahəsinə gətirilmiş 20 nanokulon elektrik yükünə təsirlə qüvvəni mikronewtonla hesablayın. Gəlin verilənləri yazaq. İntensivliyimiz Y bərabərdir 10 kilovolt bölünsün metrdir. Yükümüzün miqdarı Q bərabərdir 20 nanokulondur. Bizdən F istəyir. F bərabər sual işarəsi. F'imiz nəyə bərabər oldu? Q vuraq Y-yə. İndi gəlin çevirmələrimizi aparaq. 10 kilovolt bölünsün metr. Kilovolta çevirəndə 10 vururam 10 üstü 3-ə. O deyir 10 üstü 4 volt bölünsün metr. Nanokulonda 20 vuraq 10 üstü mənfi 9 kulondur. Bu da eləyəcək 2 vuraq 10 üstü mənfi 8 kulon. Verilənləri gəlin yerinə yazaq. Q-nun yerinə 2 vuraq 10 üstü mənfi 8. Y-nin yerinə də 10 üstü 4 yazanda qalacaq nə? 2 vuraq 10 üstü mənfi 4 nədir? Newton. Amma bizdən nə ilə istəyir? Mikronewtonla. Ona görə də 2 vuraq 10 üstü mənfi 4 vuraq. Mikro deyəndə 10 üstü müsbət 6-ya vuracaq. Mikronewton. O da bərabərdir. 2 üstü 10 üstü mənfi 4 10 üstü 6 eləyir 10 üstü 2 müsbət 2. 2-ni də 100-ə vuranda, yəni 10 üstü 2 nə demək? 100. 200 deməli mikronewton eləyəcək. Sonra keçən uşaqlar artıq 68. 68 tipli məsələlərdə işləmişik. 69 tipli məsələlərdə işləmişik. Gəlin istəyirsiniz 68 işləyək. 68 nömrəli məsələni işləyim. 67-də işləmişik. Demək, ona bənzər məsələlər işləmişik. Gəlin 68-i yazın. Deyir ki, nöqtəvi elektrik yükündən 10 sm məsafədə elektrik sahəsinin intensivliyi 3 volt bölünsün metrdir. Deməli, R1 bərabərdir 10 sm olanda Y1-imiz bərabər necəyə? 3 volt bölünsün metrə. Deyir ki, bu yükdən 5 sm məsafədə R2 bərabərdir 5 sm məsafədə bizim intensivliyimiz Y2-miz nəyə bərabər? Sual işarəsi. Y bərabərdir K, Q0 bölünsün R-in kvadratına baxanda düstura K-lar eynidir, sahəni yaradan yükümüz eynidir. Bir dənə nəyə baxırıq? Məsafələrə. İntensivimizlə məsafənin kvadratından tərs mütənasib asılıdır. Asıllıq quraq Y1 bölünsün Y2 bərabərdir R2-nin kvadratı bölünsün R1-in kvadratı. Gəlin verilənləri yerinə yazaq. Verilənləri yerinə yazmamışdan əvvəl gəlin hansı qəmiyyət axtarmaq? Y2-ni. Gəl birbaşa ilə Y2-ni tapaq. Y2 bərabərdir. Düstur çıxardaq. Çarpaz qarşısındakı hara düşəcək? R2-nin kvadratı. Y1 vuraq R1-in kvadratı. Bu da bərabərdir. Y1-imiz 3-dür. R1-in kvadratı. R1-imiz 10-da 10 da kvadratı 100. R2-in kvadratı da 5-dir. Və kvadratı 25. Bundan bu ixtisar getdi qaldı 4. 4-ü də çoxranı neçə eləyir? 12. Şifahi şəkildə də hesablaya bilərdiniz uşaqlar. Dedik ki, Y-miz R-lə necə asılıdır? Tərs kvadratik asılıdır. Necə indi hesablayacaqsınız? Əvvəl məsafəmiz 10 idi. İndi 5 oldu. Məsafə neçə dəfə azaldı? 2 dəfə azaldı. Məsafə 2 dəfə azaldısa, intensivliyim artıq 2-nin kvadratı dəfə nə edəcək? Artacaq. Yəni 4 dəfə artacaq. Yəni əvvəl 3 idisə, indi 4Y1 olacaq. Bax, 4Y1, o da bərabər 4 vuraq 3, neçələdir? 12. Yəni şifahi formada da belə işləyə bilərsiniz asıllıq qrupu. Bu da oldu 68 nömrəli məsələnin izahı. Keçən 70 nömrəli məsələlərə. Deyir, koordinat başlanğıcında yerləşən nöqtəvi Q0 yükün A nöqtəsində yaratdığı elektrostatik sahənin intensivliyi modulunun B nöqtəsindəki intensivliyi moduluna nisbətini hesablayın. YA bölünsün YB-ni istəyir. YA bölünsün YB-ni istəyir bizdən. Gəlin bir dənə şəkli çəkin uşaqlar. Y, X. Deməli,
2 A nöqtəsidir. Verdim. Müsbət 2, 0, 200 burada yerləşibdir. Sonra keçirib B nöqtəsi də 3'də. Burada. 3. Bu da B nöqtəsi. Deməli, ağla. Gəlin uşaqlar, biz indi bax 200-ın deməli A-dan olan məsafəsini tapmalıyıq. Bu qədər məsafə olacaq. 200-ın B-dən olan məsafəsi də bu qədər məsafə olacaq. Bunları tapmaq üçün gəlin birinci artıq düsturu yazar. Y bərabər K 200 bölünsün R-in kvadratı. Yenə K eynidir. Sayını yaradan yük eynidir. Bir dənə nələrə baxacaq? Məsafələrə. Gəlin indi məsafələri tapaq. Birinci R A-nı tapacağım. R-A bərabər. Baxırsınız uşaqlar, fikir verirsiniz, deməli, buradan bura qədər olan məsafəni tapmalıyım. Elə burada bir dənə düzbucaq, düşbucaq yaradacağım. Bax, belə, də belə. Bura neçə damadır? 2 dama. Katet 2'dir. Bu katet neçədir? 1'dir. Deməli, artıq hipotenuzu tapmaq üçün nə edəcək? Kök atda 2'nin kvadratı 4, üstə gələk 1'in kvadratı 1. Neçə elədi? Kök atda 5. Deməli, R-A-nın biz məsafəsini tapdıq. R-A məsafəsinin 200-ın A nöqtəsinin olan məsafəsi kök atda 5'dir. İndi R-B-yə keçək. R-B bərabər kök atda. Yenə də uşaqlar, bax. Buradan bura qədər olan məsafəni tapmalıyım. Düz bucaqlı, üç bucağı tamamlayıram. Görürsünüzmü? Bura katetimiz nə qədərdir? 3. 3'ün kvadratı 9. Üstə gələk. Bura nə qədərdir? 1. 1'in kvadratı da 1. Kök atda 10. Hər ikisinin məsafəsini tapdıq. İndi Y asılı quraq. Y A bölünsün Y B bərabər. Məsafə ilə necə asılıdır? Tərs kvadratı. Yəni R B-nin kvadratı bölünsün R A-nın kvadratı. O da bərabərdir. R B-imizin kvadratı, yəni kök atda 10'un kvadratı bölünsün R A-nın kvadratı. Yəni kök atda 5'in kvadratı. O da bizə nə verəcək? 10 bölünsün 5 bərabərdir 2. Cavabımız oldu 2. Gəlin uşaqlar, indi 72 nömrəli testə baxalım. 72 nömrəli testdə 72. Deyir ki, uyğunluğu müəyyən edin. Sükunətdəki nöqtəvi müsbət küçüklərini birləşdirən parçanın nöqtələri. Bir də elektrik sahəsinin yekun intensivliyi. Nöqtələrdə biz yekun intensivliyi tapmalıyıq. Birinci hal üçün yazıram. Müsbət və A nöqtəsində deyir yekun intensivliyi göstərin. A nöqtəsi də bax burada göstərilib. Hər ikisi də müsbət küydür. Və yekun intensivliyi tapalım. Birinci, ikinci uşaqlar. Yekun intensivliyi tapanda nə edəcəyik? Müsbətdən çıxacaq. Olacaq Y1. Müsbətdən çıxacaq. Bu da oldu Y2. Və hər ikisi də ədədi qiymətcə eyni bir-birinə bərabər olduğuna görə Y1 bərabərdir Y2. Yekun intensivliyimiz nəyə bərabər olacaq? 0'a. Yəni çıxacaq. Cavab oldu Y variantı. 1'ə uyğun gəldi Y variantı. 2. İndi B nöqtəsində tapacağıq. Müsbət Q, sonra müsbət Q və B nöqtəsi buradadır. Təsəvvürünüzə canlandırın. Artıq uşaqlar burada intensivliklər bərabər olmayacaq. Və hansının intensivliyi daha böyükdür? Gəlin müəyyən edək. Y bərabərdir. Ben düsturu yazın. Y bərabər K, Q, 0 bölünsün R-in kvadratı. K'lar eynidir, Q'lər də eynidir. Bunların məsafələrə baxırıq. Və məsafələrlə artıq tərs mütənasib asılıdır. Yəni bu olsun R1, bu da olsun R2. Fikir verirsinizmi? R1 kiçikdir R2'dən. Və tərs mütənasib asılı olduğuna görə onda Y1 böyük olacaq B2'dən. Yəni birinci yükün həmin B nöqtəsinə verilən intensivliyi daha böyük olacaq. Gəlin istiqamətləri müəyyən edək. Birincinin istiqaməti bunun istiqaməti, yəni gedəcək bu istiqamətdə, oldu bu Y1. İkincinin istiqamətdə bu formada olacaq. O da Y2. Və əvvəlcədən demişdik ki, Y1 nədir? Daha böyükdür. Yekun intensivimiz də Y1 istiqamətinə yönələcək. Yəni Y yekun hara yönələcək? Sağa. Deməli,
Sağa yönelmişdi. B variantı. 2'də də B variantı. Keçən C nöqtəsində artıq şəkil ifadəsilə düzəliş eləyək. İkinci. C nöqtəsini isə burada bir uşaq var. Buradan olan məsafə, buradan olan məsafə. Buradan olan məsafəni R1, bura qədər olan məsafəni R1, bura qədər olan məsafəni R2 ilə götürürəm. Yenə indi gəlin müqayisə eləyək. Müqayisə eləyəndə indi fikir verirsinizmi? Artıq R2 daha kiçikdir. Yəni R1 daha böyükdür. Onda intensivlikləri müqayisə eləyəndə Y2 daha böyük olacaq. Deməli, Y2-nin ədədi qiyməti daha böyük olacaq. Yəni, istiqamətlərdə müəyyən edək. Birinci istiqaməti bu istiqamət olacaq. Y1. Y2 hara gedəcək? Sola gedəcək. Bu da Y2. Və Y2-nin ədədi qiyməti Y1-dən daha böyük olduğuna görə Y2-numuz da ilə Y2 istiqamətində yönələcək. Sola. Deməli, bu da hansı variant oldu? A variantı. Keçən 73-ə. Deyir, bir cins elektrik sahəsinə daxil olan zərrəciklərin göstərilən istiqamətdə hərəkəti üçün uyğunluğu müəyyən edin. Aha. Gəl, şəkli çəkəyim. Bura proton daxil olubdur. Bura elektron, burada neytron. 1, 2, 3. Bu protondur, bu elektrondur, bu da neytrondur. Gəlin baxalım uşaqlar, görək bu yüklü zərrəciklərimiz necə hərəkət edir. İntensivlik xəttlərimiz də bu istiqamətdə yönəlmiş uşaqlar. Birinci yükümüzə təsir edən qüvvənin istiqamətini müəyyən edək. Deməli, təsir edən qüvvəmizin istiqaməti elə intensivlik istiqamətində olacaq. Yəni, bu olacaq F-imiz. Qüvvə ilə də sürət eyni istiqamətdə yönəldiyinə görə yüklü zərrəciyimiz sahədə elektrik sahəsində bərabər yeyinləşən hərəkəti icra edəcək. İkinci şəklə baxırıq, diqqətlə fikir veririk. Artıq mənfi yüklüdür. Mənfi yüklü olduqda onun intensivliyin əksi istiqamətdə yüklü zərrəciyə qüvvə təsir edəcək və yüklü zərrəciyimiz necə hərəkət icra edəcək? Bərabər yavaşayan. Və üçüncü isə neytrondur. Neytrona artıq qüvvə təsir etmir. F bərabərdir 0. Ona görə də yüklü zərrəciyimiz artıq elektrik sahəsində bərabər sürətli hərəkəti icra edəcək. Gəlin indi uyğunlaşdıralım. Birinci bərabər yeyinləşən hərəkətə uyğun qrafiklərimiz A ilə B. 1-ə A, B uyğun gəlir. İkinci bərabər yavaşayan 2-yə C uyğun gəlir. 3-də isə bərabər sürətli olmalıdır. D ilə G uyğun gəlir. 74 uşaqlar. 74-də deyir, sükunətdəki nöqtəvi Q yükündən R məsafədə elektrik sahəsinin intensivinin modulu Y-dir. Deməli, hər hansı bir R məsafəsində intensivliyimizi verib Y. Deyir ki, A, B və C nöqtələri və Q yükün bu nöqtələrdə yaratdığı elektrik sahəsinin intensivliyi modulları arasında uyğunluğu müəyyən edir. Yəni, şəkli təsvir edək, müsbət. Burada bir dənə C nöqtəsi götürübdür. Burada bir dənə A nöqtəsi götürübdür. Burada isə bir dənə B nöqtəsi götürübdür. Buradan olan məsafə 2R-dir. 2R-dir. Buradan olan məsafə 3R-dir. Burada isə R bölünsün 3-dür. Gəlin indi mütənasiblik quraq. Buna nəzərən mütənasiblik quracağım. R olanda intensivliyim Y-yə bərabərdir. Getdik. Biz Y bərabərdir K, Q0, sayını yaradan yükümüz də Q-dür. Bölünsün R-in kvadratı. K-lar eynidir, sayını yaradan yüklərimizin miqdarı eynidir. Bir dənə baxırıq məsafəyə, intensivlikləri müəyyən etmək üçün. Gəlin quraq uşaqlar. Deməli, R olanda intensivliyimiz Y-yə bərabər oldu. İndi keçirik biz məsafəyə, A nöqtəsinə. R bölünsün 3 olanda YA nəyə bərabər olacaq? Gəlin mütənasiblik quraq. Dedik ki, Y mütənasibdir 1 bölünsün R-in kvadratı ilə. Buna əsasən mütənasiblik quracağım. Əvvəl məsafəm R idi, indi R bölünsün 3 oldu. Məsafəm neçə dəfə azaldı? 3 dəfə azaldı. Məsafə 3 dəfə azalıbsa, intensivliyim 3-ün kvadrat dəfə artacaq. Yəni 9 olacaq.
Yəni y A'mız oldu nə? 9y. Buna uyğun variantımız 9y, uyğun variantımız C variantı. Keçək indi digərinə, B nöqtəsinə. Deməli, B nöqtəsinin məsafəsi 2R-dir. 2R və YB bərabərdir sual işarəsi. Əvvəl R idi, indi 2R oldu. Məsafə neçə dəfə artdı? 2 dəfə. Yenə də mütənasiblik qurağım gəlin. Mütənasiblik qurağım. Gəlin də buradan yazayım, sizin üçün rahat olsun. 1 bölünsün R-in kvadratı. Əvvəl yenə deyirəm, R idi, indi 2R oldu. Məsafə 2 dəfə artdı. Məsafə 2 dəfə artdısa, intensivlik neçə dəfə azalmalı? 4 dəfə azalmalı. Yəni, əvvəl Y isə, indi 4 dəfə azalandı, Y bölünsün 4 olacaq. Cavabımız olacaq Y bölünsün 4 A variantı. 2A getdi. Keçirik üçüncüyə. C nöqtəsindəki məndirik. Y, C bərabərdir sual işarəsi. Məsafə nə qədərdir? 3R. İndi bunu silirəm. Keçirəm bura. Əvvəl R idi, indi 3R oldu. Məsafə neçə dəfə artdı? Məsafə artıq 3 dəfə artdı. Məsafə 3 dəfə artdısa, intensivlik 9 dəfə azalacaq. Yəni, əvvəl Y idisə, indi Y bölünsün 9 olacaq. Y bölünsün 9 da D variantında. 1'ə C, 2'ə A, 3'ə D.